Bugün çok değerli bir insanla zooparka gelmişiz. Burada maraqlı məqamları sizinlə bölüşəcəyik. Sizinlə değerli təəssüratlarınızı bölüşə bilərsiniz. Mən? Bəli. Çok güzeldi bura. Oyda bu nədir belə? Bu tam değil. Oha, qorxdum buna baxın. Adi tavuğu. O adi tavuğu değil. Oyda. Onun ağzını açıldı. Diri diri. Sen yemek istiyor. Meymunlardan iğrənirəm. Sən necə də münasibət. Deməli arkadaşlar evden yola çıkmışlar. Yarın sabahlarında kardeşim için gelmiş. Bu zonada həmişə belə qəribə bir qoxu gəlir. Sən də hiss edirsən. Sən də hansı heyvandan gəlir? Bir daha video öyle. Videoya düşəcəyik səsimiz. Diyavr olduq. Ondan yani. Bilmirəm hansı heyvandan gəlir ama çox pis qoxudur da yəni. Arkadaşlar burada leopard olmalı. Leopard? Görmek istiyorum. Orada Gedirik. Yavaş. İş yoldaşlarımı görmeye gelmişim. İş yoldaşlarının karşısına çıksa bu video ortada gedən mən olacağım. Bunun adını bilen varsa mənə də deyər. Bence gündüzdü. Qunduzdur. Tamam bak görün bura. Kameraya bak. Gündüz sırtındamış. Mənə oxşayan bir heyvan da taxdıq axır ki burada. Göstərirəm sizə səbirsizliklə. Baxın görün oxşuyur. Bence ha. Baxın öz fikirlərinizi bildirərsiniz. Mənə oxşarlığı var yoxsa yox. Özüm üçün də çox maraqlıdır. Ən sevdiyim heyvanlar bunlardır məncə burada. Görün necə şirindilər. Ceyran. Ceyran da. Ceyran da hə. Ceyran. Xoşuma gəlir ceyranlar. Ceyranlara Çox saf göndermeyiz olurlar. video. Ceyranlarınıza gönderin. Ceyranlarınıza. Gönderin. Çox saf olurlar o yüzdən. Bilmirəm niyə çəkilmir ceyranlar. Gəlir. Gel. Ayağına nəsə olub deyəsən? Ha, diyorsun ayağıma kabak ayağı. Tamam. Körpüsündən keçirik deyəsən. Sirat körpüsündən keçirik. Arkadaşlar günahlarım yazmış. Bakın. Görün Ehtiyatlı. böyle günahlar için. Günahlarımızı xatırlaya keçirik. Şəkil çəkdirmək istəyir Bikət xanım. Məncə də çəkdirə bilərik Sirat körpüsündə. Ola bilər son keçişimiz olsun. Mən balıqları sevmirəm açığı o qədər də. Kənardan izləməyi sevirəm amma nə balıq yeməyini, nə belə əl vurmağı, El vurmak ümniyetle. qəribə həssaslığım var balıqlara qarşı. Güya ki özüm toxunsal həssaslıqla işləyirəm amma özümün nə qədər problemim var yəni bu yöndə. Bu heyvanın siması mənə bəzi insanları xatırladır. Bir dənə baxışına baxın. Elə bir ki nəsə cinayət işləmişik. Bu dəqiqə bizi etdiyimiz günaha görə cəzalandıracaqlar. Bunlar bence açık bakıyor. Biz gelmişler ha. Diri o dağlar. Sən nə var nə yox? Bax belə. Bu da çox sərtdir. Bəzi insanların siması eynən bunun kimi. Azerbaycanlı olduğumu demeden göster. Seferde Azerbaycanlı olacak çünkü orada paylaşanlar daha da görüyormuş. Bu hayat tarzına sahip şeylerini görüyor. Aslında o değil. Hamısı gibi. Ama niye? Toplumsal bir tələbidir. Cəmiyyət bir tələbidir. Bəli, hər şey full yerli yerində çəkməlisən ki, insanlar ona baxsın yəni. Yoxsa belə mənasız bir şeyə baxmırlar. Daha doğrusu mənasız şeylər əslində baxırlar amma estetik yalanlar realdan fərqli göstəriləndə daha çox İnsanlar baxışıyor. yalanı sevirlər, sinirli. Baxın dəvələri göstərirəm sizə. Əslində realda daha böyükdülər. Yəni onun bir qıçı mənim boydadır. Amma belə şəkildə məncə balaca düşür. Hətta çox Mən balaca. dəvələrə səhra şəraitinin yaradılmadığına görə biraz xoşum gəlmədi. Dəvələr səhrada yaşayır, özünüzü seriallardan falan görmüşsünüz. Dubaya girənlərini safari. Neyse. Niye burada palçıq şəraiti yaradıblar mən onu bilmədim. Biz də həvəslə gəlirik ki, burada yəqin ki göl var maraqlı. Baxın gör nə gözəl göldür quruyub. Dəhşət gözəldir, çox gözəldir. Deməli arkadaşlar zooparka qayğı göstərmirlər. Ona görə xoşum gəlmədi. Yəni buradakı heyvanlara qayğı göstərmək lazımdır. Çünki onların sayəsində pul qazanırlar. Bizi sevmirəm mən zooparkları. Amma da niyə də yəni niyə? Bizim yaşayışımız budur.
təbii ki, Azərbaycanda yaşayırıq. Başqa ölkələrdə də səncə heyvanlara qarşı belə bir şeylər olur? Yəni sən görmüsən, araşdırmısan bu barədə. Mən araşdırmalar görmüşəm əslində. Məsələn, heyvanları pula kimi istifadə edirlər. Məsələn, gördüyüm bir videolar idi. Morokkoda idi, səhv etmirəmsə Mərakeş. Orada bir balaca bir qatır mı deyim, yoxsa nə kimdir heyvan da onu qoyublar. İnsanlar gedir onun üstünə şəkil falan çəkdirir. Və heyvan o qədər yorulmuş deyil sonları da. Yəni, bilmir ki, oyuncaq kimi istifadə edirlər. Sırf pul qazanmaq xatirinə. Yəni, mən getdiyim ölkədə adətən zooparka getmirəm. Çünki heyvanları o şey görmək istəmirəm də. Sadəcə biz bugün buralarda ətrafdaydıq deyə dedik gəzək gələkdə indi. Necə heyvanlara sui-qəsd edirlər. Bunlara da palçıq şəraiti yaradıblar. Təəssüflər olsun ki, bu ceyranların günahı bilmirəm. Ceyran da cüyürdür nədir. Palçıqdır, yəni bu şəraitdə bilmirəm necə layiq görürlər. Səncə onların yaşamalı olduğu mühit belə olmalıdır, yoxsa? Yox, təbii ki, onlar Madagaskarda yaşamalıdırlar. Arkadaşlar, baxın sizə yəqin Madagaskara. Onların yeri orası, burada deyil. Məncə də. Burada zaten insanlar var da, yəni biz neyindeyiz zooparkı? İnsanlarımız zaten zooparkdan gəlib də, yəni. Kesin gözlədik ki, gəlsin, bir xərab olub bəxtimizdən. Biz də bu şəkildə çıxmağa çalışırıq. Ayda, onun yatışına baxın. Elə bilin ki, hansısa bir ölkəyə gedib dincəlir də özü üçün. İşdən evə gələndə mən. İşdən evə gələndə? Hə, gəlib o şəkildə sərilirəm belə. Onlardakı... Kesin, soyuqdan donduğumuz üçün. Düşür yaşarıq. İndi hara getməyi düşünürsən? Biz hər yeri gəzmədik məncə. Məncə də çox gezək. Çox görək, başqa maraqlı nə var burada? Hələ deyirəm ki, mən qohumlarımı tapmamışam, ona görə gəzərəm. Məncə də. Hə. Ay xanım, biraz aşağı. Çiğli boyum var. Deməli, burada bir dənə bir çox qızların münasibətdə olduğu insan tipinə rast gəldiyi arkadaşlar. Göstər. Görün, arxa kamera. Göstərdim, buyurun görün sizdə. Qızların sevdiyi tip. Hazırda burada otlamağa çalışır. Ot da tapa bilmir yazır. Bilməm, əslində ot sevmirlər deyəsən var. Nəyinin qidalanır, heç mən də bilmirəm. Qızların qanını içməklə yəqin. Gördünüz də arkadaşlar. Tamaş olun. Qızların qanını içməklə nəydi? Yəni, qanın içirlər, nə deyim. Ay, amma necə gözəl düşünürəm. Zebralar. Zebralara qarşı münasibətiniz necədir Bikət xanım? Çox sevirəm. Mənə Madagaskarı xatırladır. Yəni, heç bir qohumu xatırladır, narahat olmuyor. Amma Madagaskarı xatırladır. Mən də çox sevirəm əslində. Çox sakit deyilmirlər, yəni heç kimə zərəri olmayan heyvan tipləridir. Bəzi insanlardan daha yaxşı düşünürəm. Böyle bir qaranlıq ortama girmişik. Baxın. Şəkildə bir şey göstərəcəm. Başını sanki salırım. Deməli arkadaşlar, biz zooparkda gəlmişik. Akvakarionun ən nəzli bilirsin. Anyway, oraya gəlmişik. Bu qız da deyir ki, mən burada hər şeydən imrənirəm. Bir də yorumlarda sürüyorum. Söz soxmalıdır mənə. Güzelliyim, şaka mı? Qohumlarını tapdım, baxın. Ölüb gəlir. Sən necə olan baxışın? Üçgünüz gecə yata bilməyəcəm mən. Çünki çox qorxuram. Həqiqətən belə çox qəribə hiss edirəm özümü. Bu qədər müdürüm tapşırıq verəndən sonra mənə atdığı baxış. Sınağı sevirsən? Balıq da var içində. Qarışıq deyil bunlar. Nəyə bənzəyir bunlar? Tərəvəz salatı olur. İçində hamısında hər sort bax olur. Ona bənzəyir. Timsah da var. Ay Allah. Ama kendini görürsün, canlıqlı yoxsa. Yatıb məncə bunlar. Bu yatır. Üzümü almadı, baxmaqda. Buna baxın. Birisi məncə canlı deyil. Oradakiler istirahətə çıxırlar. Ne var? Ay Allah. Cute. Çox heyrətlənir belə şeylər görəndə. O sırada irkələm mən. Beləcə indi sizlərə hangi ki əsl qolunu deyəsən tapmaq üzrədir. Sonra bəzi iş yoldaşlarım olsun. Ben onlara ziyarətə gəlmişim. Savabdır. Ümrə ziyarəti kimi düşünə bilərsiniz.
Hayda, buradadır. Tapdıq deyəsən. Anakondadır, bilmirəm ki. Ay yox. Baxın göstərirəm. Acınayla Buyur, danış, çıxış elə. deməli sarı olan həqiqətən tanıdığım bir insan var, ona oxşuyur. O birisi də ki onun sayaq da yəni ata tərəfindən, yox, ata tərəfindən ilişmirəm arkadaşlar. Ana tərəfə falan ilişə bilərik. Nəysə, inşallah bu video heç birinin qarşısına çıxmaz, amma yəni kiməsə bənzədir, amma bilmirəm də. Birisini amma dəqiq bilirəm ki, sarını, amma ad çəkəmirəm. Ad çəkilmiş burada. Ad çək, Gizlilik qorunur, ona görə ad çəkmirik. Arkadaşlar videonun sonuna geldik. İzlediğiniz için teşekkür ederim. İzləmədə qalın. Növbəti bu tipli məşhur maraqlı vloglarımızı istəyirsinizsə, rəylərdə yazın. Ölkə xarici də ola bilər bu arada. Rəylərinizi yazın. Videoda sizə maraqlı gələn, maraqlı gəlməyən. Siz də əgər qohumlarınızı... Maraqlı gəlməsə deməyə bilərsiniz bunu. Problem deyil. Amma maraqlı gəlsə deyil. Bu arada bu YouTube'da like var idi, bir də dislike deyirlər də. Onu yığışdırıblar sanki. Dislike eləmək olmur. Dislike'larınızı özünüze saklayın. Like eləyin.